Haber vermişdi ki, Meysəm səni o ki bazarda xurma satırsan ha, o satdığın xurmanın ağacından asacaqlar. Onda da məni sevəcəksən, bəli, ya Əmir-əl-Müminin. Nə qədər canım var, mən səni sevəcəyəm. Nə qədər mənim canımda, bədənimdə can var, mən daim səndən danışacağım. Əli əleyhissalamın fəzilətlərini dediyinə görə Kufədə onu həbs eləmişdilər. Axırda gətirdilər, dedilər ki, bunu aparın, asın xurma ağacından. Gətirdilər, asdılar, günəş vurur, qızmar günəşin altında. Gördü ki, bir dəstə insanlar cəm olub xurma ağacının altına baxırlar Meysəmə ki, bunu burada edam edirlər də. Bir Əli ilə Muciblə işarə edir ki, yaxınlaşın sizə Əliyin Əbu Talibin fəzilətlərindən danışan. Orada belə Əli əleyhissalamın fəzilətlərini danışır. Yəni, kişilər olub, o vilayət uğrunda canlar.